Salam Məlik. Gəlin belə çevriləydi Lara xanım, ekranda da görsünlər bizi. Sən bundan sonra Bakıda kirayədə yaşamayacaqsan. Sənin Təbrik eləyirik sizi. Bunu bir dənə də deyim. Ev tək mənim deyil. Dostumla deməli bunu alış-veriş eləmişdi. Aha. Dostum dedi ki, yoxlayalım. sağ ol. Təbrik eləyirik sizə. Hər kəs burada təbrik edir. Sizi alqışlayır. Uğurlar arzuluyuruq. Hamı gözləyir, yığılacaq. Qohmayla bu hamı burada. Ay evliyəsi. Bəlkə də insanlar inanmaya bilərlər. Həqiqətən mən özüm də inanmırdım ki, yəni bu necə ola bilər ki, yəni Murtuz özü mənə çatdırdı o xəbəri. Murtuz qeydiyyatdan keçdiyi üçün əslində bu alış-verişi mən eləmişdim. Murtuza vermişdim şans kartı kimi yoxlasın. Dedim gəlməz yəni. Gələndə də inanmamışdım. Yəni bu evi qalibləri bizik həqiqətən. İlk xəbəri işləndə mən də sevindim. Açığı gözləmirdik də, yəni bir şansla bu evin qalibi olmaq başqa bir hissdir. Xoş gəldi Oba Market bizim Qahrayonu Qum kəndinə, bu gün Qum kəndindəyik. Yəni inanmayanlar da inansınlar ki, real hadisədir və şansımızı həyatda bəlkə də ən böyük şansımızı istifadə eləmişik. O da Oba Marketin sayəsində qazanmışıq. Hardasa, nə bilim, şansım bilməm, hardasa Şəhidman əminin adını daşıyıram. Hardasa inanıram ki, hardasa onun da bir müsbət aurası falan oradan gəlibdir. Yəni ilk xəbər mən eşitdim, Nüsrətə xəbəri verdim. Nüsrət özü inanmadı. Deyirəm, necə ola bilər bu hadisə? Mən özüm nədir? Evdəkilərə deyəndə evdəkilər də inanmadılar ki, yəni bu, yəni nə Maketi ev vurdursan, maketi ev vurdursan, yəni falan nə. Yəni ona görə də həqiqətən inanmayan insanları başa düşürəm, amma biz real insanları lazım olsa o Instagram bölməsində də suallara cavab verib bizim həyat tarixçəmizi də oradan öyrənə bilərlər. Facebook tarixçəsində görə bilərlər ki, biz kimik. Bizim ailədə ilk dəfə mən eşitdim. Bizim övladlarımız Bakıda olurlar, qızım tələbədir, oğullarım da Allah'a şükür işləyirlər. Telefon çaldı, getdim gördüm ki, qonşumuzda yaşayan balaca bibimiz zəng elədi. Elə bir ki, 1-2 saat öz qabağı özləri bizdəydilər. Açdım, bir də görəm, gülə-gülə bibi şeylik, baxır. Deyəm, nə olub, nə xəbər var? Deyir, nə eşitibsən, nə xəbər eşitibsən? Deyəm, heç nə. Deyir, Murtuzda ev udubdu. Dedim, hardan udub, necə udubdu, nə xəbərdir bu? Dedi, belə-belə. Sevindik, heç nə. Sonra gəldim, yoldaşıma dedim. Yoldaşım evdəydi. Belə hərayəşi ilə gəldi yoldaşım, telefon əlində, görüntülü deyir, bibi belə bir xəbər deyir. Bir də gördük ki, qaça-qaça yeznəmiz də gəldi, çatdı ki, burada qonşuluqdadılar. Yeznəmiz qaça-qaça gəlibdi, bibi bizə bu kişidir, Nail dayı. O da gəldi ki, dedi, bəs belə xəbər var. Biz də, hələ mən yuxudan ayılmamışdım, düzü deyirəm ki, bu nə xəbərdir. Biz xeyli sonra yavaş-yavaş anlamaya başladıq ki, söhbət nədən gedir. Sonra sevindik, nə bilim, biraz YouTube'u açdıq biz. Mən YouTube'u açdım, birdən yaddan Oba yazdı. Oba marketlər yazdım, dalınca loteriya gəldi, elə cümlə gəldi. Ona bastım, gördüm, həqiqətən də loteriya olubdu. Heç nə, izlədim axıra kimi, gördüm, axırlardaymış şey. Birinci maşın uduşu çıxmışdı. Kimlə udubsa xeyir olsun. Amin. Oğlum da tək udmadı, dostuyla bir yerdə qazanıbdı. Allah xeyirlisini eləsin, inşallah. Dostluqlarda güclü olsun. Sağ olun, təşəkkür edirəm.
Uduşlarda bol olsun. Xeyir Hamıya, olsun. işlənlərə də qismət olsun. Amin, amin. Obaya Xeyir çağırırıq olsun. hər kəsi. Hamım Alışverişə. gəlin obadan alış-veriş edin, qazanın. Siz də qazanın. Avtomobili qalibə təhvil verdi. İndi isə gəldi 2 otaqlı mənzilimizi öz sahibinə təhvil verək. Bilirsiniz də bu 2 otaqlı mənzili 2 nəfər qazanıb. 2 dost, biri bazarlıq edib, biri isə qeydiyyatdan keçib. Dostumuzun biri qafdan, biri də səhv eləməmişsə Ucardan gəlib. Bir avtobus, maşallah 2 ailə. Gəlin, səfər gətirin. İlk qapını siz dönün. Bitti. Görək kim asacaq qapını. Evdə kim var? Sur! Gəlin, hoş gəldin, sabah gəldin. Bu evin açarlarını bu iki əziz dosta təqdim edirəm. Bravo! Tebrikler. Oba Market'in bu kampaniyasından biz evin qalibləri, həqiqətən real insanları, yəni mən Ucar rayonundan dostum, yoldaşım, qrup yoldaşım isə Qaf rayonundan da çəkilişlər də oldu həmin regionlardan və biz həqiqətən də Obanın, mən şəxsən məsələn Aydın Sultanova filialından alış-veriş edərkən orada təsadüfən götürdüyüm o qəbz vasitəsilə dostum vasitəsilə, onun qeydiyyatından keçməklə ev sahibi oldu. Necə inanılmaz bir şeydir. Özüm də tam sahibi olmayacaq, yəni bilirəm ki, orada bir şübhə insanların içərisində qalmağı realdır. Ona görə də mən dostlarımıza və insanlara məsləhət görürəm ki, Oba Marketdən alış-veriş edəsinlər və bundan sonra da yəqin ki, orada kampaniyaların sayı çox olacaq. Bəli, Oba Marketdən alış-veriş realdır. Siz də Oba Marketdən alış-veriş edin və şanslıdan yararlanın. Xeyirli uğurlu olsun. Təbrik edirəm.